Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə evdə faydalı, gözəl heyvanın iç yağı ilə, yəni piyi ilə yağ hazırlayıram. Geniş bir qazana 1 stəkan su əlavə edirəm. Su qaynadıqdan sonra yuyub doğradığım piyi qazana əlavə edirəm. Orta odda tez-tez qarışdıraraq suyun buxarlanmasını və piyin əriməsini gözləyirik. Tərkibini bildiyimiz faydalı, gözəl bir yağdır. Bu yağı quru, ətli yeməklərdə istifadə edə bilərsiniz, şorbalarda istifadə edə bilərsiniz. Gördüyünüz kimi su buxarlanır və piy yavaş-yavaş əriməyə başlayır. Orta odda, yəni ucul odda əritmək olmaz. Orta odda yavaş-yavaş qarışdıraraq gördüyünüz kimi bir qismi artıq quyruğun əriyib, geri qalanı da əriməsi üçün yenə də tez-tez qarışdıraraq nəzarətsiz qoymadan tam əriməsini gözləyirik. Artıq bütün piy əriyibdir, hazırdır. Yağ hazır olduqdan sonra ocağı söndürmədən yarım çay qaşığına bir qədər az sarı kök və yarım çay qaşığı duz əlavə edirəm. Bir dəfə qarışdırdıqdan sonra ocağı söndürürəm. Təxminən yarım saat kənarda yağın soymasını gözləyirik. Yağ soyduqdan sonra içərisində olan piyin qalıqlarını çıxarırıq. Yağ daha şəffaf, daha gözəl olsun deyə tənzifi bir neçə dəfə qatladıqdan sonra yağı tənzifdən keçirirəm. Sonda yağı bankalara əlavə edirəm. Tam soyduqdan sonra soyuducunun buzluq olmayan gözündə bir neçə ay gözlədə bilərsiniz. Yox, əgər siz uzun müddət saxlamaq istəyirsinizsə, yəni istifadə edəcəyinizdən artıq qalarsa, həmin yağı buzluqda, yəni bankada deyil, hər hansı bir laqqabda yaxud paketdə saxlaya bilərsiniz. Çox gözəl, faydalı, tərkibini bildiyimiz, mağazalarda satılanlarla yanaşı belə qoyulmayacaq qədər faydalı, gözəl bir yağdır. Sizlər də könül rahatlıqla hazırlayıb yeməklərdə istifadə edə bilərsiniz. Bu günlük bu qədər. Hələlik.